Salam, bugün gəlin sizinlə birlikdə 2-ci sinifə aid olan payız tapşırıqları testini işləyək. Çalışma 1-ə baxaq. Burada deyir ki, şəkillərin ümumi mənalarını yazın. Ümumi məna dedikdə, yəni onların hansı qrupa aid olduqlarını yazmalıyıq. Birinci şəkillə baxırıq ki, burada meyvə qrupuna aid şəkillər verilib. Bura yazırıq. Meyvə. İkinci qrupda baxırıq ki, geyimə aid şəkillər verilib. Üçüncü qrupda isə məktəbə aid, məktəb ləvazimatlarına aid şəkillər verilib. Dördüncü qrupda isə insana aid şəkillər verilib. Çalışma 2-yə baxaq. Çalışma 2-də deyir ki, qalın sahitləri yaşıl, incə sahitləri isə qırmızı dairə, qırmızı rənglə rəngləyin. 9 sahit, biz bilirik ki, 9 sahitimiz var. Onları yazaq bura A, I, O, U, E, Ə, İ, Ö, Ü sahitləri. Burada bu 4'ü qalın, yerdə qalan 5'i isə incə sahitlərdir. İncə sahitləri indi qırmızı rənglə işarələyək. E, İ, Ə, Ü və Ö sahitləri incədir. Yerdə qalan I, U, A və Ö sahitləri isə qalın sahitlərdir. Çalışma 3-də isə bizə deyir ki, ahəng qanununa əsasən sözləri cədvəl üzrə qruplaşdırın. Sözdə qalın və ya incə sahitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Yəni o deməkdir ki, sözdə yalnız ya qalın sahit işlənməlidir, ya da ki, təkcə incə sahit işlənməlidir. Əgər bir sözdə həm qalın, həm incə sahit işlənibsə, deməli burada ahəng qanunu artıq pozulmuşdur. İndi burada ahəng qanunu gözlənilən sözlərin altından qırmızı xətt çəkək. Məsələn, burada kəmər sözündə, usta sözündə, çiçək sözündə, maşın, toyuq, qurbağa, külək sözlərində ahəng qanunu gözlənilmişdir. Amma nazik, şagird, kitab, təyyarə, radio, telefon sözlərində isə ahəng qanunu pozulmuşdur. Artıq orada biz baxırıq ki, həm incə, həm qalın sahitlər verilmişdir. Çalışma 4'də isə bizə deyir ki, tərkibində yalnız dodaqlanan sahit olan sözləri dairəyə alın. Dodaqlanan sahitlərimiz O, U, Ö və Ü sahitləridir. Biz də bura baxırıq, yalnız dodaqlanan istədiyinə görə dodaqlamayan olanları seçmirik. Burada odun, soyuq, öküz, moruq, üzük, köpük sözlərindəki sahitlər dodaqlanandır. Sabun və kino sözlərində də dodaqlanan sahitləri var, amma dodaqlanmayanlar da var. Ona görə onu seçmədik. 5-ci çalışmada deyir ki, cümlədə dodaqlanan sahitlərin altından xətt çəkin. Simay çoxlu nağıl kitabları aldı cümləsində çoxlu sözündəki sahitlər dodaqlanandır. İkinci cümlədə bu gün hava çox soyuqdur cümləsində bu gün çox soyuqdur sözlərindəki sahitlər dodaqlanandır. Üçüncü cümlədə bacım dünən kinoya getdi. Dünən kinoya sözlərindəki Ü və O dodaqlanan sahitlərdir. Rıza dostları ilə oyun oynayır cümləsində isə dostları oyun oynayır. Burada da onlar və U dodaqlanan sahitlərdir. Test 1-də isə bizə deyir ki, yalnız incə sahitlər olan cərgəni göstərin. İncə sahitlərimizi biz buraya yazaq. E, Ə, İ, Ö və Ü sahitlərimiz incə sahitlərdir. Baxırıq ki, A variantında I, B variantında U, C variantında isə hamısı qalındır. D-yə baxırıq, amma D-də hamısı incədir. Hansı sözdə yalnız qalın sahitlər var? Küçə sözündə hamısı incədir. Kitab sözündə I incədir. Bina sözündə I incədir, amma odun sözündə hamısı qalın sahitlərdir. 3-də deyir ki, ahəng qanununa tabe olmayan söz hansıdır? Biz dedik ki, ahəng qanuna tabe olmayan odur ki, bir sözdə həm incə, həm qalın sahit olsun. Buradakı sözlərə də baxırıq ki, A variantında həm incə, həm qalın sahitlər verilmişdir. 4-də hansı sahit həm incədir, həm də dodaqlanan sahitdir? Biz bura baxırıq ki, E, Ə incədir, amma dodaqlanan deyil. O dodaqlanan da, amma incə deyil. Ü həm dodaqlanan, həm də incə sahitdir. 5-də Ziya musiqi dinləyir cümləsində neçə qalın sahit var? Ziya sözündəki A,
Musiqi sözündəki u, dinləyir sözündə isə yoxdur. Yəni 2 dənə qalan sait işlənib. Gəmiçi sözündəki saitlərin ortaq cəhəti nədir? A variantında deyir, hamısı qalındır. Xeyr, hamısı incədir. B variantında deyir ki, yalnız dodaqlanandır. Xeyr, burada dodaqlanan sait yoxdur. C variantında deyir ki, hamısı incə saitlərdir. Bu düzdür, C variantıdır. D-də deyir ki, dodaqlanandılar, yox, dodaqlanan deyil. 7-də deyir ki, hansı söz səhv yazılmışdır. Burada baxaraq A variantında həyəcan sözü düz yazılıb. B variantında nəqarat yox, nəqərat olmalıdır. Deməli, burada B variantı səhvdir. 8-də şərtlərə uyğun gələn hərf hansıdır deyir. Dodaqlanmasın və incə olsun. Öyə baxırıq, incədir, amma dodaqlanır. Əyə baxırıq, incədir və dodaqlanmır. Deməli, burada B variantı. 9-da gündəlik sözündə neçə dodaqlanan sait var? Baxırıq ki, dodaqlananlarımız hansıları idi? O, U, Ö, Ü. Baxırıq ki, burada yalnız Ü saiti dodaqlanandır. 10-da səhv yazılan sözlər cərgəsini deyə göstərin. Biz bura baxırıq, burada usta və istəmək sözlərində s, t olmalıdır. Yəni, burada bu cümlədə, buradakı sözlər, C variantındakı sözlər səhv yazılıb. 11-də deyir ki, ahəng qanuna tabi olan söz hansıdır? Yəni, ya tək qalın olsun, ya incə saitlər olsun. A variantına baxırıq, burada qarışıq verilib. B variantında qarışıq verilib. Balıqçıya baxırıq, hamısı qalın saitlərin ahəngi gözlənilib burada. 12-də deyir ki, moruq və kömür sözlərində necə saitlər işlənib? Necə saitlər işlənib? A variant, hər iki sözdə qalın saitlər var. Xeyr, kömür sözündəkilər incədir. B variantında biri qalın, biri incə saitlidir. Bu düzdür. Moruq sözündəkilər qalın, kömür sözündəkilər isə incə saitli sözlərdir. İndi yenə çalışmalara keçək. Çalışma 1-də isə deyir ki, sətirdən sətrə keçməyən sözləri x-la, sətirdən keçən sözləri isə bu işarə ilə işarələyin. İndi sətirdən sətrə odur ki, məsələn, burada elan söz verib. E-yi vərəqin bu tərəfində qoyub. Məsələn, bu vərəqin sonudur. E-yi burada qoyub, xət qoyub, daha buradan lan yazmaq olmaz. Yəni, bunu belə keçmək düzgün deyil. İndi biz orada o səhvləri, səhv olan variantları tapmalıyıq. Məsələn, elan sözündə elan, bu keçmədi. Yarpaq sözündə keçir. İlan, i tək qalır burada, ona görə bu keçmir. Əsa, bu da keçmir. Külək, bu keçir. Ümid, bu da keçmir. Səbir, bu düzdür, keçir. Etibar, burada artıq e keçə bilmir. Əmək, bu keçmir. İti sözündə də sətirdən sətrə keçməyən sözlərdir. Çalışma 2-də isə deyir ki, sözləri əlamətlərinə görə qruplaşdırın. Məsələn, ölçü bildirənləri yazaq. Yumru forma bildirir, onu yazaq formaya. Böyük ölçüsünü bildirir. Oval yenə forma bildirir. Qırmızı rəng bildirir. Acı dad bildirir. Nazik yenə ölçü bildirir. Dairəvi forma bildirir. Dairəvi forma bildirir. Göy rəng bildirir. Duzlu dad bildirir. Şirin yenə dad bildirir. Əyri forma bildirir. Uzun ölçü bildirir. Tuş dad bildirir. Çalışma 3-də isə deyir ki, əks mənalı sözləri birləşdirin. Yəni, bir-birinə əks olan sözlər olsun. Ağın əksi nədir? Qara. Yaxşının əksi nədir? Pis. Böyüyün əksi nədir? Kiçik. İndi burada yaxın, uzaq. İrəli, geri. Aşağı, yuxarı. Çalışma 4-də isə deyir ki, yenə burada deyir ki, sətirdən sətrə
keçməyən sözlərin altından xətt çəkin. Qardaş keçir, ailə görürsüz, A tək qalıb orada. Tız bağa keçmir. Yəni B A-nın yanında qalmalıdır. Bu səhv keçirilibdir. Məktəb olmalıdır. T burada olmalıdır. Bina, radi, o artıq o tərəfə keçə bilmir. Maşın, zəif, qurbağa, əla keçə bilmir. Çalışma 5-də isə deyir ki, fakt bildirən cümlələri işarə edin. Burada fakt yəni odur ki, sübut olunmuş olsun. Üzeyir Hacıbəyli dahi bəstəkardır. Düzdür da, Üzeyir Hacıbəyli bəstəkardır. Mən kitab oxumağı xoşlayıram. Bu artıq münasibət bildirir, fakt deyil. Futbolda 2 komanda olur. Bu da sübut olunmuş bir şeydir. Həqiqətən də 2 komandadır. Şahmat ən maraqlı oyundur. Bu artıq sənin ona münasibətindir. Şuşa Qarabağın ayrılmaz hissəsidir. Bu da Şuşa Qarabağın həqiqətən də ayrılmazdır. Qarabağda yerləşir Şuşa. Test 2-yə keçək. Test 2-də deyir ki, hansı söz sətirdən sətrə keçmir? Elə A variantında uzun hecaya bölünür, amma uyu bu tərəfdə qoyub, o tərəfə sətirdən sətrə keçirmək olmaz. Hansı əks mənalı sözlər necə sualına cavab verir? Məsələn, az, çox, nə qədər? B-də uzun, qısa, necə? Soyuq sözünə əks mənalı söz hansıdır? Soyuğun əksi nədir? İsti. Ahəng qanuna tabi olmayan sözü seçin. Tabi olmayan deyirsə, burada baxırıq, A variantında həyəcan sözündə həmincə həm qalın sahitlər verilmişdir. 5-ci testdə deyir ki, neçə nömrəli sözlər sətirdən sətrə keçmir? Məsələn, İnam bu sətirdən sətrə keçmir. Əməl sətirdən sətrə keçmir. Amma burada A, su yazıb dəyi keçirmək olar. İşa yazıb rə keçmək olar. Ona görə 2 ilə 3-ü keçirmək olmaz. Forma bildirən söz hansıdır? Qısa, uzun, bunlar bunun ölçüsünü bildirir. Mavi rəngini bildirir. Dairəvi isə artıq onun formasını bildirir. 7-də ad bildirən əks mənalı sözlər hansılardır? Ad bildirən yaxın, uzaq əlamət bildirir. Az, çox miqdarı bildirir. Böyük, kiçik yenə də əlamət bildirir. Amma sülh, müharibə isə ad bildirir. Qalın sahitli sözlər hansılardır? Baxırıq ki, burada A-da hamısı incədir, B-də incədir, C-də hamısı incədir. Deməli, ovçu sözündə hamısı qalındır. Hansı söz doğru yazılmışdır? Burada baxırıq ki, həyəcan sözündə burada ə yazılmalıdır. Nəqərat sözün burada ə yazılmalıdır. Padşah sözündə padşah D yazılmalıdır. Asta sözü düzgün yazılmışdır. Dodaqlanan qalın sahitli söz hansıdır? Həm dodaqlanan olsun, həm də qalın olsun. Burada baxırıq ki, boru sözündəkiləri O və U həm qalındır, həm də dodaqlanan sahitlərdir. Sətirdən sətrə keçən söz hansıdır? Qorxu. Elə bu söz özüdür. Mür yazıb keçmək olmur. Ə yazıb sayı keçmək olmur. İ yazıb gidiz keçmək olmur. Acıqlı sözünün əks mənalı qarşılığı hansıdır? Acıqlının əksi şəndir. Cümra sağlam, yox, əsəbi yox, şən, əksi şəndir. İndi yenə çalışmalarımıza keçək. Çalışma 1-də deyir ki, sözləri cədvəl üzrə qruplaşdırın. Hecalara ayrılması, sətirdən sətrə keçirilməsi. Yəni deyir ki, sözləri cədvəl üzrə qruplaşdırın, hecalara ayrılmasını. Sözü buradan yazırıq. Ətir, hecaya ayırırıq. Ətir. Sətirdən sətrə keçirilməsi isə burada ətir sözü sətirdən sətrə keçirmək olmur. Raket sözündə raket hecaya böldük. Elə raket olaraq da sətirdən sətrə keçirmək olur. Ayaq sözünü ayaq hecaya böldük, amma sətirdən sətrə keçirmək olmur. A yazıb ya keçirmək olmur. Sonra burada baxaq hansı sözlərimiz qaldı. Bakı sözünü sətirdən Bakını hecaya bölək birinci. Bakı. Elə sətirdən sətrə də belə keçir.
Bakı. Gəmiçi sözünə baxaq. Gəmiçi. Bunu da elə sətirdən sətrə keçirdikdə bu vəziyyətdə yazırıq. Gəmiçi sətirdən sətrə belə keçirmək mümkündür. İndi dairə sözünə baxaq. Dairə. Hecaya bölündü. Sətirdən sətrə keçirmək də mümkündür, amma i tək qoyub keçirə bilmərik də, belə keçirə bilərik. Dairə. Televizor sözündə yazaq. Televizor. Bu sətirdən sətrə keçirəndə yenə bu ardıcıllıqla keçiririk. Çalışma 2-də isə deyir ki, faktda f yazın, münasibətə m yazın. Fakt odur ki, yəni bu sübut olunmuş bir şey olsun, münasibət artıq o bizim özümüzün bir fikrimiz olsun. Məncə hökmdar ədalətsiz idi. Artıq bu münasibət bildirir orada, onun münasibətidir o. Himnimizin sözləri Əhməd Cavad yazmışdır. Bu həqiqətən də fakt olaraq gedir. Qız qalası tarixi abidədir. Düzdür, bu da faktdır ki, o tarixi abidədir. Bir ildə 4 fəsil var. Bu da faktdır. Film çox maraqlıdır, artıq bu münasibət bildirir. Çalışma 3-də isə deyir ki, sözlərə əks mənalı sözlər yazın. Kədərin əksi nədir? Kədər, sevinc. Yaxşı, pis. Böyük, kiçik. Yorğun, gümrah. Qalın, incə. Gülmək, ağlamaq. Enli, ensiz. Enli, enlidir, qısa. Enli, ensiz. Duzlu, şit. Oturmaq, durmaq. Hündür. Alçaq. Sülh, müharibə. Azada çox yazırıq. Sülh, müharibə. Çox. Azınkı da çoxdur. İndi çalışma 4-də isə rəng bildirənləri yaşıl, ölçü bildirənləri çəhrayı, dad bildirənləri mavi, forma bildirənləri isə qırmızı ilə işarələyək. Burada indi rəng bildirənləri baxaq. Yumru, əyri, şirin. Sarı rəng bildirir. Uzun, acı. Göy rəng bildirir. Kiçik, duzlu, oval, qısa, şit. Bunlar rəng bildirir. İndi birinci forma bildirən, yox biz səhv işarələdik. Mavi ilə deyir ki, dad bildirənləri işarələyin. Mavi ilə dad bildirənləri işarələyək. Şirin dad bildirir. Acı dad bildirir. Duzlu dad bildirir. Şit dad bildirir. Forma bildirənləri işarələyək. Yumru forma bildirir. Əyri forma bildirir. Oval forma bildirir. Ondan sonra rəng bildirənləri isə işarələyək. Göy, sarı. Bunlar rəng bildirir. Yerdə qalan uzun, qısa, kiçik isə ölçü bildirir. Çalışma 5-də deyir ki, hər cümlədə sətirdən sətrə keçməyən sözlərin altından xətt çəkin. Məsələn, tərzi ipək keçmir, parçadan paltar tikdi. Əli keçmir, qaydalara əməl, azad keçmir. Rauf, əmi, adil, odun. Bunlar da sətirdən sətrə keçirmək olmur. Test 3-də isə deyir ki, hansı cərgədəki bütün sözlər sətirdən sətrə keçmir? Məsələn, məktub sözü, məktəb keçir,
ki və elan sözləri sətirdən sətrə keçmir. Hansı sözdə ancaq dodaqlanan saitlər var? Dodaqlanan da dedik ki, o, u, ü, ü elə bax bu c-nin özündə o verilibdir. Üçüncüdə deyir ki, həm qalın, həm dodaqlanan sait hansıdır? Həm qalın olsun, həm də dodaqlanan olsun. Bu o saitdir. Neçə nömrəli saitlər qalın və dodaqlanandır? Baxırıq ki, 1 ilə 4-cü sözlər həm qalındılar, həm də dodaqlanandılar. Nöqtələrin yerinə uyğun gələn sait hansıdır? Burada nə, qərat. Bayaqda yuxarıda da testdə gördük. Tərkibində yalnız dodaqlanan saitlər olan söz hansıdır? Baxırıq burada odunçu sözündə yalnız dodaqlanan saitlər var. Dad bildirən sözlər hansılardır? Burada acı və şit sözləri dad bildirir. Verilmiş əksmənalı sözlərin sualını yazın. Az, çox, nə qədər sualına cavab verir. Sülh, müharibə isə nə sualına cavab verir. Hansı söz hecaya ayrılsa da sətirdən sətrə keçmir deyir. Məsələn, burada tir sözü hecaya ayrılır, amma əyi qoyub o birisini o tərəfə keçirmək mümkün deyil. Biri sətirdən sətr keçməsinə görə yanlışdır. Sətirdən sətrə keçirməsinə görə yanlışdır. Burada elə ailə sözü verilibdir. Ailə sətirdən sətrə keçirilməsi yanlış verilmişdir. İndi çalışmalara keçdik yenə. Səhv yazılmış sözlərə ayrı-ayrı işarələr verilib səhvin doğruluğunu yoxlamalıyıq. Həftə sözü düzgün yazılmışdı. Padşah sözü düzgün yazılmışdı. Dəstə bu səhv yazılıb. Həşərat səhv yazılıb. Xəstə düz yazılıb. Qəhrəman düz yazılıb. Nəqərat bu bayaqda düşmüşdü. Məstan düz yazılıb. Taxta olmalıdır. Taxta yox, taxta. Usta düz yazılıb. İsti olmalıdır. Rəndə düz yazılıb. Çalışma 2-də deyir ki, saitləri cədvəldə qruplaşdırın. Yəni qalınları, incələri, dodaqlanan incə, dodaqlanmayan qalını yazmalıyıq. Təkcə incələri yazaq. Buraya dodaqlanmayan ayıraq. Məsələn, o qalın dodaqlanana yazaq oyu. Əyi incəyə yazaq. Burada dodaqlanan incə, dodaqlanmayan qalın. Mən səhv başa düşmüşəm, bağışlayın. Dodaqlanan incələri buraya yazaq. Birinci, ö ilə ü dodaqlanırlar, həm də incədirlər. Dodaqlanmayan qalınları yazaq bura. A, I dodaqlanmayandır və qalındır. Qalınları buraya yazaq. A, I, O, U. İncələri isə buraya yazaq. E, Ə, İ, Ö və Ü. Çalışma 3-də deyir ki, hər cümlədə ahəng qanuna tabe olan sözlərin altından xətt çəkin. Baxaq birinci cümləmizdə Ülkər, Fidan, yox, parka getdilər. Xeyirxah insanlar daima burada sevilir sözü. Gülnarın atası təzə maşın aldı. Direktor burada da keçirdi sözü. Ahəng qanununa tabe olanların altından xətt çəkdik. Çalışma 4-də isə deyir ki, sözlərin sətirdən sətrə keçirilmə üsullarını yazın. Ya, di, car. Ya belə yaza bilərik. Ya da ya, di, carı ayıra bilərik. Ya da ki, ya, digəri ayıra bilərik. İndi keçək o birisini göstərək. Qu, yu. Elə bu, belə keçir sətirdən sətrə. Ondan sonra ailə sözünü keçirək. Bu ailə sözü sətirdən sətrə keçirmək olmur da. İncə saitlər həm belə, qalın saitləri bu tərəfdə qoyub, istərində bir dənə samit olduğuna görə bunu keçirmək olmur. Maraqlı sözünə baxaq. Maraqlı. Maraqlını da bildə də keçirmək olar. Maraq yazıblıyı da keçirmək olar. Maraqlı da keçirmək olar. Bitişik yazı belə də keçirmək olar. İndi kitabxana sözünə baxaq. Kitabxana sözündə kitabxana.
sonra kitabxana belə də keçirmək olar. Ondan sonra kitabxa yazılıb naid keçirmək olar. Sonra yaxud da ki kitabxana belə də keçirmək olar. Kitabxana belə də keçirmək olar. Çalışma 5-də deyir ki, səhv yazılmış sözlərin düzgün yazılışını qeyd edin. Dedik U-S-T-A həftə H-E-F-T-E şaftalı Ş-A-F-T-A-lı xəstə həyəcan qəhrəman nəqərat həşərat istəmək. Bu günlük bu qədər. Buradan o tərəfə riyaziyyat tapşırıqlarıdır. Gələn videoda da riyaziyyat tapşırıqlarını həll eləyərik. Hələlik.